Bugün səhər saat 06:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun 21-ci kilometrliyində yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə ilkin araşdırmaya əsasən Hyundai markalı avtomobil hərəkətdə olan zaman təkərlərdən birinin partlaması nəticəsində sürücü avtomobil üzərində idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi yolun kənarında dayanan piyadanı vurub. Hadisə nəticəsində piyada xəsarət alıb. Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, təkərlərdə protektorun normadan artıq aşınması, təzyiqin düzgün olmaması və ya digər texniki nasazlıqlar hərəkət zamanı idarə etmənin itirilməsi və ağır yol nəqliyyat hadisələrinin baş verməsi ilə nəticələnir. Bu səbəbdən avtomobillərin saz vəziyyətdə saxlanılması yalnız qayda deyil, həm də yol hərəkətində təhlükəsizliyin əsas təminatıdır.